Azərbaycanda son 13 ildə 2013-cü ilin may ayı ilə 2026-cı ilin may ayının müqayisəsi göstərir ki, əsas ərzaq məhsullarının qiymətlərində ciddi artım qeydə alınıb. Yenavaz.com xəbər verir ki, xüsusilə ət, yağ, süd məhsulları və bəzi quru ərzaqların qiyməti bir neçə dəfə yüksəlib. Araşdırmaya əsasən ən yüksək bahalaşma quru meyvə və çərəz məhsullarında müşahidə olunub. Belə ki, fındıq ləpəsinin qiyməti 13 ildə təxminən 6 dəfə artaraq 3,5 manatdan 22 manata yüksəlib. Qoz ləpəsinin qiyməti də kəskin bahalaşaraq 3,75 manatdan 17,5 manata çatıb. Ən çox bahalaşan məhsullar sırasında kərə yağı da diqqət çəkir. Məhsulun qiyməti 5,95 manatdan 23,5 manata yüksələrək 4 dəfə artıb. Çayın qiyməti isə 100 qram üçün 0,85 manatdan 2,70 manata qalxıb. Çörəyin qiymətində də ciddi dəyişiklik var. 300 qramlıq çörəyin qiyməti 13 ildə 0,18 manatdan 0,55 manata yüksəlib. Ət məhsulları arasında mal əti 7,6 manatdan 17 manata, qoyun əti isə 9 manatdan 18,5 manata yüksəlib. Toyuq ətində artım nisbətən aşağı olsa da qiymət yenə də 87% bahalaşıb. Meyvə, tərəvəz məhsullarında isə artım daha məhdud olub. Bananın qiyməti 31%, kartofun qiyməti 43%, soğanın qiyməti isə cəmi 21% artıb. Son 13 ildə qiyməti aşağı düşən yeganə məhsul xiyar olub. Xiyarın qiyməti 1,25 manatdan 1,20 manata düşərək təxminən 4% ucuzlaşıb.